Salam, hər vaxtınız xeyirli olsun, əziz izləyicilər. Bu günləri maraqlı bir Python sualının izahına baxırıq. Həmçinin bir izləyicimiz bu sualın izahını istəmişdi. Sual bu cürdür ki, klaviaturdan daxil edilmiş n natural ədədin sadə vurğularını tapan proqramı Python dilində yazın. Ümumiyyətlə, sadə vurğu nədir? Onu bir ədəd üzərində analiz edək. Tutaq ki, 54 daxil olunub. Bunun sadə vurğuları nədir? Təbii ki, bunu riyaziyyatdan bilirik. 2 vurulsun 3 vur 3 vur 3. Demək, 2-yə bölünür. 2-yə bölünəndə ən kiçik sadə böləndən başlayıram. Sadə vurğudan başlayıram. 2-yə bölünür, olur 27. 27 2-yə bölünmür, keçirəm 3-ə. 3-ə bölünür 9. 9 yenə də 3-ə bölünür. 3-ə bölürəm. Qalır 3. 3 3-ə bölünür. Qalır 1. 1 də təbii ki, yazılmır, çünki bir sadə vurğu deyil. Mənə lazımdır ki, bu 54 daxil eləyəndə həmin bu nəticə çıxsın. Biz ideyanı nəzər qurduq və ilk sual verdim ki, ədəd nə qədər ki 2-yə bölünürsə, mən bunu 2-yə böləcəm. Bunun üçün buradan ilk öncə n daxil edirəm. N bərabərdir int input. Buradan k bərabərdir 2 götürürəm. Niyə götürdüm? Birazdan deyəcəm. While-da yazıram ki, demək 1-dən böyük olmalıdır. Çünki biz 1-i götürmədik. O zaman yazacağım ki, daxil edeyim n nə qədər ki 1-dən böyükdür. If sual verilən ki, həmin bu n faiz k-ya 2-yə yəni tam bölünürsə, demək nə olur? K bunun böləni olur da, düzdür? O zaman mən nə hesab edirəm? Print K. Və bunun yanında bu ulduzları da istəyirəm ki, vuruq kimi görsənsin də. Vergül atıram. Bizdə bir end funksiyası var ki, növbəti print üçün arasını atır yazdığımız simvolu. Bu da olsun ulduz simvolu. Sonra bu təbii ki, k-ya bölünürsə, mən bunu k-ya bölməliyəm də. Yəni, yazmalıyam ki, n bərabərdir n2/k. İndi tutaq ki, bu k-ya bölünmürsə, yəni 2-yə bölünmürsə, bu nəyə bölünməli? Keçməli növbəti sadə vuruğa, yəni 3-ə. Bu zaman mən else halında deyirəm ki, əgər bu bölünməsə, k-nı 1 vaid artır. Və növbəti dəfə üçün 3-ü yoxla. 3-ə bölünəcək, 3-ü çıxaracaq. Yenə də 3-ə bölünəcək, 3-ü çıxaracaq. Else halında k-nı 1 vaid artırır. 3-ə bölünməyəcək, keçəcək 4-ə. Zaten bir ədəd 2-yə bölünməzsə 4-ə bölünməyəcək. 4-ə bölünməsi keçəcək 5-ə. Bu prinsiplə 1-1 çıxaracaq. Sonda da həmin bu alınmış nəticəni çıxarıram. Və n bərabərdir n2/k yazmıram. Bunu götürüb buradan yazıram. Niyə? Çünki yəni bu ödəndiyi halda k-ya bölünən anda mən bunu eləməliyəm. Ctrl V. Yapışdırdım bura. İndi bu kodu çalışdıraq. Tutaq ki, daxil edirəm 54. 54-ün vurğularını çıxardı. Amma ulduzun biri qaldı burada. Əslində bu o qədər çox problem daşımır. Bunu nə cür silə bilərik? Demək, sonuncu halda ulduz çıxarmasın. Nəsə bu ulduzu buradan silmək də olar. Bu cür də eləyə bilərik. Bu cür olduğu halda görünmür. Əks halda əgər istəyirəmsə o ulduz görünməsin, həmin bu n funksiyasını yığışdırıram. Bir dənə s götürürəm. Hər dəfə üzərinə k plus ulduz gəlirəm. Sonunda da ulduzu kəsirəm. İndi çox dərinə getməyəcəm. Elə boşluqla qalsın. Çalışdırıram 2, 3, 3, 3. Başqa bir ədəd verək, olsun 72. 2, 2, 3, demək 2, 3, 3. Bu da oldu ədədin sadə vuruqları ayrılışı. Sağ olun, növbəti videolarda görüşənədək.